oldu. Və bu çay yığıntısının adı Tialaktondur. Odur ki, apteklərdən soruşun olacaq. Bundan başqa fitaton xınaları içərisində yeni bir xınanın adını çəkirəm ki, qara xınadır. Bu qara xınada demək yeni məhsuldur. Qara rəng almaq üçündür. Özü də bu qara xına yalnız hələlik fita klublardadır, birazdan apteklərdə olacaq. Bundan başqa stomangenol preparatının adını çəkmək istəyirəm ki, ağız boşluğunda olan müxtəlif xəstəliklərdə, xüsusən də diş tibi xəstəliklərində, boğaz ağrılarında bu stomangenolun əvəzi yoxdur. Gözəl bir preparatdır. Öz alimlərimiz tərəfindən, öz həkimimiz tərəfindən icad olunmuş bir dərmandır və Herbal şirkəti tərəfindən istehsal olunur. Və bir də qara zirə yağı haqqında demək istəyirəm. Niyə görə bunu xüsusi vurğulayıram? Qaraçörək otunun yağı müxtəlif ölkələrdən Azərbaycana gətirilir. Müxtəlif dükanlarda da mən görürəm qaraçörək otunu və müxtəlif firmalar tərəfindən də hazırlanır. Amma bir çox hallarda, məsələn, onların istehsalına fikir verəndə bəzilərinin, indi hamısını demirəm, bəzilərində baxıb görürsən ki, tam yağın özü deyil, bir qədər, məsələn, tutaq ki, hansısa bir yağın qatqısı var orada. Ona görə də çalışın ki, daha sağlam, daha saf yağlardan istifadə eləyəsiniz. Bu mənada Herboflora şirkəti çalışır ki, istehsal elədiyi məhsulda heç bir əskiklik olmasın. O mənada da gözəl bir qara zirə yağıdır ki, bundan istifadə eləyə bilərsiniz. Demək, bu həm apteklərdə, həm də fita klublarda var. İstəyirəm fita klubların da nömrəsini xatırladım. 012 561 85 01 012 561 85 01 012 492 23 46 və 012 492 29 53 də Yaşıl Aptekin, Bənövşə Yaşıl Aptekinin nömrəsidir. Qarışdırmayasınız, Yaşıl Apteklər çoxdur. Bənövşə Yaşıl Apteki isə yalnız içəri şəhərdə neft şirkəti ilə üzbəüz olan qala qapısından içəri daxil olan kimi orada yerləşir. Bəzən Yaşıl Aptek deyən kimi başqa Yaşıl Apteklərə gedirsiniz və oradan zənglər vururlar. Mənə bəzən zəng vururlar ki, siz bizim ünvanımızı deyirsiniz. Mən heç kəsin ünvanını demirəm. Mən Bənövşə Yaşıl Aptekinin ünvanını deyirəm. O mənada da biləsiniz ki, içəri şəhərdə yerləşir. Belə əziz tamaşaçılar, bizim telefonlarımız açıqdır. 510-02-04 və 69-74 SMS ünvanımız açıqdır. Elə biraz bundan qabaq mən SMS-ləri incələyərkən çox maraqlı bir məsələyə rast gəldim ki, əsasən də istəyirəm oxuyum. Salam, bizim uşağımız yaş yarımdır, o qəbzlikdən əziyyət çəkir. Müalicə olunur, amma nəticə alınmır. Sonra yenə də salam, mənim qəbzlikdən əziyyət çəkirəm. Sonra yenə də bütün səhifələrdə qəbzlikdən və bir neçə diareyalar barədə məsələn var. Salam, sizi demək, Ağdaşdan narahat edirəm. Oğlumun 2 yaşı var, qəbz olur, körpəlikdən belədir. Həkimə müraciət eləmişik. Hepatoloq məsləhət görüb, amma xeyri yoxdur. Kömək eləyin. Və yaxud da ki, salam doktor, məndə uzun müddətdir ki, bağırsaq problemi var. Tez-tez bayıra çıxma olur. 30 yaşım var, 10 ildir beləyəm. Arada 2 gün düzəlir, amma yenə də pozulur. Yəni, belə əgər bütün SMS-ləri incələyəndə baxıram, mən qəbz oluram, elə olur ki, 5 gündən bir bayra gedirəm, səbəbi nədir? Yəni, hamı axtarır səbəbini, amma görünür, tapa bilməyəndə də belə müraciətlər olur və yaxud da ki, salam, mənim oğlumun qəbzliyi var, izogası olur, yeməkdən sonra dırnağını yeyir, 4 yaşından bəri, indi 7 yaşı var, ürək bulanması da olur tez-tez. Və yaxud da diareya, məndə diareya olur, mən nə edim? Mən bunu ona görə oxuyuram ki, sonra yəni hesab eləməsinlər ki, mən SMS-ləri oxumadım. Əksər SMS-lərin hamısında qəbzli ilə bağlı və diareya ilə bağlıdır. İndi birazdan mən həkimə söz verəcəyim, amma bir telefonu qəbul eləyək, söhbətimizi davam elətdirək. Alo. 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 Bəli. Salam Fikrət müəllim, necəsiz? Əleyküm salam. Sağ olasınız. Fikrət müəllim, qonaqlarınızı da salamlayıram. Təşəkkür edirəm. Mənim adım Xəyaldır. Mənim sualım belədir ki, mənim gözümdə tez-tez ağrılar baş verir. Gözüm də zəifdir. Biri -6, biri də -5.75 görür. Deməli, məndə bəzən hətta yəni mikrob qapan kimi şişlər baş verir. Yəni, bu nə ilə bağlıdır? Bir də soruşmaq istəyirəm. Mən həkimə müraciət eləməliyəm, yoxsa evdə müalicəsi var bunun? Yox, mən sizə deyim
deyim ki, siz mütləq həkimə müraciət edin. Göz elə bir orqandır ki, bundan zarafat eləmək olmaz. Bir halda ki, sizdə göz görmə məsələsində fərqlər var. Biri dediniz -5-dir. Yəni bu dərəcədə mütləq göz həkiminə müraciət eləyin. Yəni göz həkiminə müraciət eləmədən heç bir tədbirdə görməyin. Amma ümumi sizə gözün sağalması üçün, gözün yaxşılaşması üçün, göz görmə qabiliyyətinin artması üçün həkimlər birazdan deyəcəklər, mən özüm də deyəcəyəm. Nəyi yeməlisiniz, necə qidalanmalısınız ki, göz görmənin bir qədər artmasına səbəb olsun. Oldu, çox sağ olun. Təşəkkür edirəm. Sağ olun. Həqiqət xanım, demək, gördüyünüz kimi qəbizlik və diareya çox böyük bir mövzudur. Amma biz gəlin elə qəbizliklə başlayaq. Çünki elə bir böyük mövzudur ki, əgər ikisini də başlasaq, gərək bu verilişi yox, bir 10 verilişi də həsr eləyək bura. Buyurun. Doğrudan elədir, Fikrət müəllim. Qəbizlik, diareya ilə qəbizliyin bir növüdür. Diareya, yəni bağırsaq, mədə-bağırsağın pozğunluğu deməkdir. Bu qəbizlik bir çox xəstəliklərin nəticəsində olur. Çox xəstələr mən qulaq asdım, gördüm SMS-lərdən, onlar səbəbini yazmayıblar, yoxlanmayıblar. Qəbizliyə barmaq arası baxırlar, səhti yanaşırlar. Amma bir çox xəstəliklər nəticəsində qəbizlik baş verir. Qəbizlik olur xolesisti öd küçəsinin xəstəliklərində, boynunun əyriliyində, xolesisti hepatitlərdə, karitlərdə, xronik karitdə, bəzən bağırsaqda polip olur ondan, bəzən bağırsağın, yoğun bağırsağının uzanması nəticəsində xəstə olmaya fikir verdim. Biri sual verir ki, 5 günlərlə bayıra çıxmır. Yəni, o mütləq yoxlanmalıdır. Yoğun bağırsaqlar yoxlanmalıdır. Orada o qədər durğunluq verir, qəbizlik baş verir ki, xəstə səhti baxır. Amma sonra bunu yoxlayanda görsə yoğun bağırsağın uzanması, doykosigmoid deyirlər, həmin əlamətlər baş verir və o da gələcəkdə daha dərin pozğunluqlara gətirib çıxardır. Ona görə bağırsaq əməliyyatı edirlər, bağırsağın kəsilməsi, bəzən xərçənginə səbəb olur, poliplər olur, qəbizlik verir. Ona görə yoxlanmalıdır bunlar. Mütləq yoxlanandan sonra müalicəsi asandır. Həm bitkilərlə müalicəsi var, həm də ki, təbii tibbi müalicəsi var. Təşəkkür edirəm. Yalçın həkim, mən istəyərdim ki, siz də müdaxilə eləyəsiniz. Bu, yəni, doğrudan da çox böyük mövzudur. Sözsüz ki, yəni, mədə-bağırsaq sistemi xəstəlikləri içərisində qəbizlik və ishal çox narahat edici faktorlardan. Xüsusən son dövrlərdə qəbizlik artır və bunun əsas səbəblərindən biri də oturaq həyat tərzinin olması. Düzdür, burada irsi faktorlar, gündəlik qəbul olunan qidaların tərkibi, növləri, miqdarı, həcmi və s. Bunlar hamısı böyük əhəmiyyət kəsb edir. Yəni, qəbizliyi aradan qaldırmaq üçün ilk növbədə səbəbi araşdırılmalıdır. Əgər daima quru qidalar qəbul olunursa, bunu bir müəyyən qədər sulu qidalarla əvəz eləmək lazımdır. Bundan əlavə, qəbizliyin aradan qaldırılması üçün bir sıra dərman bitkiləri var ki, bunlardan istifadə eləmək olar. İndi sayacağım bitkilərin əsasən böyüklər istifadə eləyə bilərlər. Yəni, sənə yarpağının dəmləməsindən, kövrək murdarçanın dəmləməsindən istifadə eləyə bilərlər. Amma bu qısa müddət istifadə olunmalıdır. Yəni, qəbizlik aradan qalxandan sonra tiastamin çayı ilə mütəmadi qəbul eləsələr və yaxud da işlədici çaydan sonra şirin piyan kökü, adicə şirin piyan kökün zəif işlədici təsiri var. Yəni, ondan da istifadə eləmək mümkündür. İshallarda, məsələn, son təqribən 2-3 il ərzində əksəriyyət virus xəstəlikləri mədə-bağırsaq pozğunluqlarının, yəni əsasən ishalla müşahidə olunur. Yəni, bunun da ishal və yaxud da ki, qəbizliyin olması orqanizmdə bütün mübadilə prosesinə təsir edir. Çünki qəbul olunan qidaların həzmi və orqanizmdən artıq kütlənin xarici olması mədə-bağırsaq sistemində gedir. Və əgər bu proses pozulursa, orqanizmin bütün orqanlarda fəsadlaşma verə bilir. Sözsüz ki, əgər uzun müddət ishal olursa, yəni bu həm orqanizmin mayenin itməsinə səbəb olur, mikroelementlərin itməsinə səbəb olur. Deməli, qəbizlik və yaxud da ishal olmasından asılı olmayaraq qısa müddətdə yəni bunun araşdırılmalıdır səbəbi və lazımi müalicələr almalıdır. İshalla müşahidə olunan mədə-bağırsaq xəstəliklərində isə adicə çoban yastığı çiçəyinin dəmləməsi, ada çayı bitkisinin dəmləməsi üçün ada çayının həm büzücü və bürücü təsiri var, eyni zamanda çox güclü antibakteriyal təsirə malikdir. Eyni zamanda gülünbahar çiçəyinin dəmləməsindən
istifadə edə bilərlər, bağa yarpağını. Yəni bu bitkilərin hər birindən bir hissə götürüb qarışdırıb gündə 2-3 dəfə yeməkdən əvvəl qəbul edə bilərlər. Və yaxud da ishalla müşahidə olunan mədə-bağırsaq xəstəliklərində qastren çayından gündə 3 dəfə qəbul edə bilərlər. Təşəkkür edirəm. Çox sağ olun Yalçın müəllim. Şübhəsiz ki, yəni bu informasiyaların özü də kifayət eləmir insanlar üçün. Niyə görə? Çünki təsəvvür eləyin ki, insan 20 ilə yaxındır, başqası deyir 5 ilə yaxındır. Niyə görə? Səbəbi tapılmıyor ki bunun. Səbəbi də çoxdur. Siz indi saydınız, müəyyən hissəsini saydınız, amma yenə də hələ saymaq olar da. Yəni bu olduqca çox bir səbəblər var. Disbakteriozun olması, uzun müddətli disbakterioz. Müəyyən xəstəliklər var, bağırsaq xəstəlikləri çoxdur. Ona görə də araşdırmalar, diaqnoz qoyub sonra müalicə getməlidir. Tam müayinə olunmayınca, tam dəqiqləşdirilməyəcək, hansı bir müalicə aparılsa belə yenə də nəticəsi qayıdacaq sıfıra. Ona görə də bu müayinə düzgün. Bəzən məsələn qısa müddətli pozuntular da olur. Bu hansısa qida qəbulunun bağlı, bəzən məsələn köhnəlmiş qidaların qəbulu, bəzən belə deyək, həddindən artıq yağlı qidaların qəbulu qısa müddətli ishallara səbəb ola bilir. Eyni zamanda uzun müddətli antibiotiklərin qəbulu, bu da ishallara səbəb ola bilər. Ulduz xan, buyursun. Bəzən olur ki, ishala səbəb, yəni mədaltı vəzin xəstəlikləri. Bəzən yox, çox vaxt. Yəni mədaltı vəzin iltihabi xəstəlikləri elə bir növ özünün ishalla nəzərə çatdırır. Bu vaxt əlbəttə gərək mədaltı vəz tam müayinə olunsun, onun fermentativ aktivliyi, yəni fermentləri tam bərpa olunsun ki, yəni ishallar nəticələnməsin. Bəzən olur ishal qalxana bənzər vəzin funksional çatmamazlığında ishallarla nəticələnə bilir. Yəni əgər başqa yoxlamalar aparılıbsa, kömək yoxdursa, onu da nəzərə almaq lazımdır. Və buna görə də məsələn ishala meylli insanlarda qozun pərdəsindən hazırlanmış cövhərlər çox yaxşı kömək edir. Bundan istifadə edə bilərlər. Bir çay qaşığı, yəni biz dəfələrlə o resepti demişik, spirtli cövhərindən bir çay qaşığı yarım stəkan suya salınır, yeməkdən sonra daxilə qəbul edilir. Çox yaxşı kömək edir. Ümumiyyətlə, qəbizliklər də bəzən, yəni həkimlərimiz saydığı əlamət xəstəliklərin nəticəsi ola bilir, bəzən də sinir mənşəli də ola bilir. Yəni o da təsir edir. Əlbəttə, sinir mənşəli də birbaşa bağırsağa yox, elə sinir sistemi yəqin də birbaşa ödün şirəsinin buraxılmamasına, axır ki, yenə gəlib həmin nəticələrə səbəb olur. Amma əsas səbəb də sinir mənşəli olur. Bəzən də olur ki, həmin müalicə ilə, məsələn, xolesisistin müalicəsi ilə yanaşı və yaxud bağırsağın müalicəsi ilə yanaşı, eyni zamanda elə sinir sisteminə də aid müalicə götürmək lazımdır. Belə hallarda, əgər ishala meylli insanlar istifadə olurlar, məsələn, əgər onlarda mədaltı vəzlə əlaqədərsə, onda boy madərəndən, zəncir otundan istifadə edə bilərlər, daz otundan istifadə edə bilərlər. Sırf olur ki, bağırsaq mənşəli olur, bağırsaq infeksiyaları səbəbkar olur, həmin elə qəbizliyə də, ishala da. Əgər ishaldırsa, onda qızılağacın kökləri və qızılağacın meyvələri, yəni qozaları çox yaxşı kömək edir. Onun da sincan otu var, o da çox yaxşı kömək edir bağırsaq infeksiyalarında və ishalı aradan götürür. Adicə bizim palıd qabığı çox yaxşı kömək edir həm bağırsaq infeksiyalarına qarşı, həm orada aşı maddələri var, büzüşdürücü təsiri var, iltihaba qarşıdır. Ondan istifadə edə bilərlər. Onu da yenə dəmləyib həm içmək lazımdır yeməkdən əvvəl, daha doğrusu qaynatmaq lazımdır. Və yaxud imalələrdən istifadə etmək olar. Bir dənə resept deyim qəbizliyə qarşı, amma insanlar var ki, müəyyən yaşdan sonra artıq bunlarda xroniki qəbizlik olur. Düzdür, onlar müalicələrlə yanaşı, yəni qəbizliyə qarşı bağırsaq təmizləyici vasitələrdən istifadə etməlidirlər. Gəh səna yarpağı, gəh murdarça qabığı, yəni onlara da məsləhətimiz odur ki, həmişə eyni vasitədən istifadə etməsinlər, tez-tez dəyişsinlər. Belə resept deyim, istifadə edə bilərlər tez-tez. Bir 50 qram götürmək lazımdır murdarçanın qabığı, bir stəkan isə ağ kişmiş. Bunlar 1 litr suda, haradasa bir 50-60 dərəcəli suda qoyur, qalır 5-6 saat. Sonra bunu qaynatmaq lazımdır, 3-4 dəqiqə, çox yox. Söndürürsən, 7-8 saatdan sonra süzmək lazımdır. Və onu soyuduca saxlamaq lazımdır. Hər axşam 30 qram qəbul etmək lazımdır. Əgər bu norma onlara terapevtik doza olursa, yəni təsirini göstərirsə, qaldırmaq lazım deyil. Yox, əgər göstərir ki, bu onlar üçün azdır, 30 qramı 50 qrama da qaldırmaq olar və gündə 2 dəfə də qəbul etmək olar. Bir səhər, bir axşam qoy qəbul etsinlər. Bir də bağırsaq, bu atoniyasında da qəbizlik çox baş verir. Atoniya, bağırsaq işte peristatikası olmur. Onda o en çox baş verir şəkər xəstələrində, şəkərli diabetdə olur. Belə qeyri xəstələrdə də ola bilər. Ona görə xəstələr çox əziyyət çəkir. Onda qəbizlik baş verir. 10 günlərlə, hətta 2 həftə ilə bayıra çıxa bilirlər. Onun da müalicəsi çox çətin olur. Mütləq xəstələr müraciət eləməlidir.
Bir də ki, diareyalarda əvvəllik də yaxşı kömək eləyir. Əvvəllikin həm antiseptik təsiri var, həm də onu yarım stəkandan gündə qaynadıb içərsə bir 15 gün fasilələrlə o da çox gözəl təsir göstərir. Çox sağ Amma olun, mütləq təşəkkür həkimə edirəm. müraciət etməlidirlər. Çox sağ olun. Yəni bu elə bir xəstəlikdir ki, bəzən hətta sürücülər uzun müddət otururlar görsən və ya kompüter arxasında bayaqdan həkimlər deyir, oturanlarda da. Amma bir də qida məsələsini biz həmişə fikrimizdən qaçırırıq. İsti qidalar, çox isti qidaları yeyənlər, çox isti çaylar içənlərdə də qəbzliklər olur. Çalışmaq lazımdır ki, həmişə qida qəbul eləyərkən onun temperaturu, yəni ən azı heç olmasa bədən temperaturuna uyğun olsun. Əks halda çox isti qidaların özü də qəbzliyə səbəb olur. Burada sonra qidanın qəbulunda duru yeməklər, məcunlar, filanlar yeməkdə çox olmalıdır. Tərəvəzlər, meyvələr, bunlara hamı deyir, bütün həkimlər deyir, amma təəssüflər olsun ki, əksər xəstələrdən soruşanda cavab verir ki, yox, mən bunu xoşlamıram. Məsələn, meyvə tərəvəz yeməyi, əksər hallarda meyvə tərəvəz yeməyi xoşlamırlar. Duru xörəyi isə tamamilə, məsələn, deyirsən ki, hansısa bir məcunlar, şorbalar gün ərzində yeyirsiniz, deyir, yox. Mən onu xoşlamıram, qəbul edirəm. Daha çox qızartma yeyənlər, daha çox quru xörəklər yeyənlər də bu qəbulə aiddir. Ona görə də yemək vacib faktordur. Yeməkdə də meyvələri də yeyəndə onların o hüceyrələri ilə bir yerdə, qabıqları ilə bir yerdə çox zaman yaxşı çeynəyib udmaq lazımdır ki, onlar özü su daşıyıcılardılar. Kifayət qədər bağırsaqda su daşıyıcısı olarsa, bağırsağın peristaltikasını artıra bilir. Bu mənada da çalışmaq lazımdır. Qəbzliyi təkcə dərmanlarla deyil, həm də özünüz hərəkətliliklə, ondan sonra suyun normasını qəbul, gündəlik tutaq ki, 2 litrə qədər suyu qəbul eləməlisinizsə, bunu qəbul eləmək lazımdır. Bizim telefonumuz 510-02-04 və 69-74 SMS ünvanımız açıqdır. Alo. Alo. Təəssüflər olsun ki, telefonumuz yenə də tamaşaçılarımız səbirləri çatmır. Onu da deyim ki, yaxşı olar ki, telefonda gözləyəndə bir qədər səbir göstərəsiniz. Belə ki, həkimlər müəyyən bir məsələyə fikir bildirməlidirlər ki, sonra o fikri. Bir maraqlı SMS var. Salam, mənim 32 yaşım var. Yaşıma görə çox kökəm, həm də məni yaşlı göstərir. Ümumiyyətlə, kök olmaq elə doğrudan da yaşlı göstərir. Mənim qaraciyərimdə piylənmə var. Nə etməliyəm ki, bundan qurtarım? Bərdədən Səbuhidir yazarım. Doktor, Göründüyü kimi bu insan yağlı yeməyi xoşlayır, yeməkləri xoşlayır, kökəmdir özü. Kökəlməyə də meyilli insandır. Birinci növbədə arxatmalıdır, iştahını biraz qısmalıdır, necə deyərlər. Çörəyi az yeməlidir. İkinci növbədə də gepatoz, yəni qarsağın artıq onun hüceyrələrində piylənmə düyünlər əmələ gəlir və gələcəkdə o siroza çevrilir. Ona görə bu insan dərin düşünməli və müalicəsini etməlidir, həkimə müraciət etməli. Bitkilərlə də müalicəsi var. Amma həqiqət ən yaxşı elədir. Siz onu yaxşı-yaxşı qorxuzmaq lazımdır ki, qorxuzun. Onlar çox xəstə müraciət edir, Fikrət müəllim. Bəzən biri bir dəfə mənə deyir, siz məni niyə qorxutmamışsınız ki? Deyirəm, siroza çevrilir. Mən qorxutmam belə. Deyirəm, belə gələk deyəydim, mən indi artıq fikir verəcəm özümə. Yəni, onlar balqabaq soku içir. Soklar özü də kökəldir bəzən. Balqabaq çalışsın, çox yesin. Gepatozun ən yaxşı qısa müalicəsi, dərmanlar da var. Bitkilərlə kəreviz, petruşka, bir də limon qarışığı. Hərəsindən bir dəstə götürür. Səhər ac qarına blenderdə çəkir, 15 gün içib, 15 gün fasilə verir. Amma arıqlamağı birinci növbədə olmalıdır. Təşəkkür edirəm. Çox sağ olun. Yalçın doktor, buyuruz. Əlavə eləmək istəyirdim ki, yəni bu hallarda hepartiya çayından istifadə edə bilərlər. Hepartiya çayı ümumiyyətlə qaraciyərin P distrofiyasında, hepatozlarda istifadə olunur, daşlı xolesitlərdə istifadə olunur. Bir də məsələn, bayaq danışdıq qəbizliyi ilə bağlı. Qəbizlik əksəriyyət hallarda öd durğunluğu olanda, həqiqət xanım qeyd elədi. Yəni öd durğunluğu varsa, yəni tiastamin çayından tiaxalin çayının yanaşı istifadə edə bilərlər ki, öd durğunluğu aradan qalxsın. Yəni o öd durğunluğu uzun müddət davam eləyirsə və son nəticədə... Üzr istəyirəm, sözü kəsdim. Tiastamin çayı ilə tiaxalin çayını yanaşı deyəndə, yəni bir paket bundan, bir paket ondan, yoxsa... Daha yaxşı olar ki, ayrı-ayrı vaxtlarda, ayrı-ayrı qəbul. Bir yerdə də qəbul eləmək olar, amma əsasən ayrı-ayrı istifadə olunursa. Mən də çox xəstələrə çox təyin edirəm. Tiastamin, tiaxalin çayı çox əvəzsiz çaylardır, Fikrət müəllim. Təşəkkür edirəm. Çox gözəl, bağırsaq, öd qovucu və işlədici təsiri var. Bir də əlavə eləmək istəyirəm ki, yəni məhsullarımıza hepanat şərbəti də, yəni qaraciyər xəstələrində, xüsusən P distrofiyasında öd hissəsinin
iltihabında, yəni xolesistlərdə, bir də öd yollarının diskineziyasında istifadə olunur. Bir də son zamanlar məsələn arıqlamaq üçün indi bu adam arıqlamaq üçün müraciət eləyir. Çaylar çoxdur. Herbaflora şirkətindən neçə çay var təxminən deyim də. Charm Lux 90 60 90 ideal Figura, sonra Afrodita və son çay isə zərifli 4 komponentdən ibarət olan bu çay da çox maraqlıdır. Demək, burada da biyan köküdür, sonra keşniş toxumudur və 2 işlədici demək tərkibində olan bitkilər var ki, bu 4 komponent çox gözəl təsir göstərir. Yəni belə bir şey də eləmək olar ki, tutaq ki, həmişə Herbaflora şirkətinin nümayəndələri bunun istifadə qaydasını deyirlər. 10 gün birini içib, sonra 10 gün o birini içmək, sonra 10 gün o birini içmək, yəni belə-belə aralar verməklə axırda isə ideal çayla tamamlanmaq olar. Və yaxud da ki, bunların arasında bir 10 gün fasilə verib yenidən başqa bir çaydan istifadə eləmək olar. Əsas odur ki, o bağırsağın hərəkətliliyini artırmaq, həmçinin bir şeyin hərəkətliliyini artırmaq üçün xaricdən də bir hərəkətliliyi artırmaq lazımdır. Ulduz xanım, buyuruz. Qaraciyər piyələnmələrində, bərkimələrində ümumiyyətlə qaraciyər qoruyucu bitkilərimiz çoxdur. Bunlardan istifadə edilməlidir. Belə bitkilərdən alaqanqal bitkisidir, zirincin kökləridir, çox yaxşı təsir göstərir. Pitraq bitkisinin həm kökləri, həm yarpaqları, bunların həm dəmləmələrindən istifadə etmək olar, həm də təbii halda şirələrindən. Zəncirotu bitkisinin həm köklərindən, yerüstü hissəsindən, eyni zamanda əgər şirələrini əldə etsələr, şirələrindən də istifadə edilər. Mən burada bir şirəsini gətirmişəm. Bu nəyin şirəsidir? Bu pitraqla zəncirotunun birgə şirəsidir. Yəni, bu şirəni bir il müddətinə saxlamaq olar. Əlbəttə ki, bura təbii konservativ maddə biz əlavə edirik. Mumiyanın cöfəridir, onu əlavə edib saxlaya bilirik. Elə bu şirələrdən biz həm eliksir düzəldirik qaraciyərin piyələnməsinə görə. Eyni zamanda hepatilərə aid balzam da düzəldirik. İndi balzam mən sonra deyəcəm. Ulduz xanım, bunu necə qəbul etmək lazımdır? Bunu əgər təbii şəkildə, yəni Azərbaycan rayonlarında pitrağın kökləri var. Ondan elə həmin pitrağın köklərini yerin altından çıxarıb, şirəsini çəkmək lazımdır. Yarım stəkan gündə 3 dəfə qəbul etmək olar. Əlbəttə, əvvəlcə dozanı azdan başlamaq lazımdır. Haradasa bir xörək qaşığı, sonra 2 xörək qaşığı yarım stəkana qədər çatdırmaq olar. Gündə 3 dəfə yeməkdən qabaq qəbul edirsən. Bir 20 gün qəbul etsələr, çox gözəl nəticə verir. Yəni, qaraciyərin həm piyələnməsinə, həm də hepatilərə aid nəticə verir. Bizdə isə bundan biz eliksir düzəldirik, hazır eliksir. Qaraciyərin piyələnməsinə görə, həm çəki salmağa görə. Tərkibində həm bu şirələr var və bundan əlavə yenə bitkilər var. Ondan da gəlib istifadə edib içə bilərlər. O da həmin qaydadır. Gündə 3 dəfə yarım stəkan yeməkdən əvvəl içilir. Çox sağ olun. Biz reklamlara ayrılırıq. Qısa reklam fasiləsindən sonra birlikdə olacağıq. Bizdən ayrılmayın.